İTV Xəbər efirdədir. Təsəvvür eləyin, aylarla gözlədiyiniz məzuniyyətdəsiz və rahat şəkildə istirahət edərkən birdən iş yerindən zəng gəlir və sizi geri çağırırlar. Ola bilsin bu hal başınıza gəlib. Lakin onu da bilin ki, telefon zəngi və ya şifahi xahişlə işə qayıtmaq hüquqi baxımdan sizi risk altında qoyur. Əslində qanunvericilik işçinin razılığı olmadan onun istirahətini yarıda kəsməyi yol verilməz hesab edir və buna görə ciddi cərimələr nəzərdə tutulur. Bəs məzuniyyət günlərində hüquqlarınızı necə qorumalısınız? Əməkdaşlarımız məsələni mütəxəssislərlə araşdırıb izləyək. Bütün il boyu səbirsizliklə gözlənilən məzuniyyət günləri, lakin tam istirahətə çəkilmişkən anidən gələn bir telefon zəngi bütün planları alt-üst edə bilər. Bəs görəsən işə götürənin işçini məzuniyyətdən geri çağırmaq hüququ varmı? Sakinlər bu hallarla nə dərəcədə qarşılaşırlar? Çağırıblar ki, falan problem var, PM-də olub, Project Management. Ondan sonra çağırıblar ki, bəs problem var, bir-iki gün deyil, sonra onu kompensasiya ediblər həmin gün. Tədbir falan olanda deyiblər, getməmişəm, problem də olmayıb. Yəni, başınıza gəlib belə bir hadisə, eləmi? Demək olar, yüngül halda. Amma getməmişsiniz. Getməmişəm, amma yəni ki, cəzalandırılmamışam. Gördüyünüz kimi, bir çox hallarda məzuniyyətdən geri çağırılma şifahi razılıq və ya sadəcə bir telefon zəngi ilə həyata keçirilir. Lakin mütəxəssislər deyir ki, bu prosesin ciddi hüquqi prosedurları var. Əks halda işçinin həm istirahət, həm də əmək haqqı hüququ pozulmuş olur. İşçinin məzuniyyətdən geri qayıtması mütləq rəsmi şəkildə qeyd olunmalıdır. Yəni, işə götürənin rəsmi çağırışı və eyni zamanda bu işə məzuniyyətdən geri çağırma əmri ilə rəsmiləşdirilir. Belə olduğu halda, yəni işçinin məzuniyyətdən geri çağırıb işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır. Əgər qeyri-rəsmi şəkildə, yəni telefon zəngi və yaxud da şifahi çağırışla işçi məzuniyyətdən geri çağırırlarsa, bu zaman hüquqi baxımdan işçi əmək məzuniyyətində sayılır. O işçi əgər rəsmiləşdirilməyibsə, o zaman işçi məzuniyyətdən geri çağırılmış hesab edilmir. Deməli, sadəcə şifahi xahiş və ya zənglə işə qayıtmaq hüquqi baxımdan etibarsızdır. Bəs işçinin narazılığına rəğmən onu məcburi şəkildə işə çağırmaq hansı məsuliyyəti yaradır? Qanun bu barədə nə deyir? Qanunvericiliyin tələbi pozularaq, yəni işçinin razılığı olmadan işçi əmək məzuniyyətindən geri çağırırlarsa, bu zaman işçinin məzuniyyət hüququ pozulmuş hesab edilir. Məlumat üçün onu da bildirim ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğində cərimə edilir. Bir sözlə, məzuniyyət işçinin konstitusiyon hüququdur və işə götürən onu məcburi şəkildə işə qaytara bilməz. Hüquqları pozulan və ya analoji təzyiqlə qarşılaşan vətəndaşlar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə müraciət edə bilərlər. Aysel Əliyeva, Fərid Cəfərov, İTV Xəbər.